Bəli, bizi dinləyən hər kəsi bir daha salamlayıram. Qarşınızda mənəm Məmmədov Tural və qismət olsa bugün sizlə fizikanın ikinci dərsində birlikdə olacağıq. Bugün ümumiyyətlə hansı hissələri öyrənirik? Birinci öyrənəcəyik dəyişən sürətli hərəkət, dəyişməyə görə orta sürət, yola görə orta sürət və ani sürət. Hələ ki bu hissəni öyrənəcəyik. Qismət olsa vaxt çatsa 1.4-də olan hissələri də öyrənməyə çalışacağıq. İndi başlayaq birinci dəyişən sürətli hərəkət nədir? Ondan danışmağa. Biz bərabər sürətli hərəkətdən danışanda Tunar nə deyirdik? Deyirdik ki, cisim eyni zaman fasilələrində neynəsin? Eyni qədər yollar getsin, düzdürmü? Məni eşidirsən? İndi məntiqlə götürsək, dəyişən sürətli hərəkətdə nə olacaq? Cisim bərabər zaman fasiləsində eyni yox, müxtəlif yer dəyişmələri icra edəcək. Yəni ki, onun getdiyi yol da müxtəlif olacaq. Məsələn, belə düşün. Birinci saniyədə sürət az idi, az yol getmişdi. İkinci saniyədə sürət biraz artdı, çox yol getdi və s. Yəni belə zaman dəyişir, gedilən yol da dəyişir, sürət də dəyişir. Yəni bunların hamısı dəyişir. Bu səbəbdən mən buna dəyişən sürətli hərəkət deyirəm. Bir dənə də ifadə etsək, cisim bərabər zaman fasilələrində müxtəlif yer dəyişmələri icra edirsə, o zaman biz buna deyirik düzxətli dəyişən sürətli hərəkət. İndi dəyişən sürətli hərəkətdə mən konkret bir dənə sürətdən danışa bilmərəm. Çünki sürət nə edir? Dediyimiz kimi dəyişir. Ona görə biz orta sürət anlayışından danışmalıyıq. Bəs yaxşı, nədir orta sürət? Cismin hərəkət zamanı tam təyin etdiyi və yaxud da tam qət elədiyi, tam getdiyi yolun, yer dəyişmənin tam sərf elədiyi zamanı olan nisbətə nə deyilir? Orta sürət deyilir. İndi əgər mən tam getdiyi yolun tam sərf etdiyi zamana nisbətinə görə danışıramsa, bu orta sürət adlanır. İndi yer dəyişməyə görə orta sürət var, bir də yola görə orta sürət var. Əgər mən dəyişənin ayağında x görsəm, bu yer dəyişməyə görə orta sürət olacaq. Çünki sanki yer dəyişmənin nəyi var idi? İstiqaməti var idi. Yaxşı, ona görə məcburam ki, mən orada x parametrini daxil edeyim. Yəni, onun proyeksiyasını daxil edeyim. Amma mən yoldan danışıramsa, yolun bir istiqaməti var idi? Yox idi. Ona görə mənim orada o proyeksiyaya ehtiyacım yoxdur və düstur belə olur. V orta bərabərdir S ümumi bölünsün T ümumi. S ümumi nə deməkdir? Yəni S-lərin cəmi. Yəni S1 üstəgəl S2 üstəgəl S3 üstəgəl S4 və s. Birazdan bunları görəcəksin. Bu da eyni qayda ilə sadəcə yeganə fərq ondan ibarətdir ki, bunun ayağında nə var? X var. Deməli, neymiş orta sürət, Tunar? Cismin getdiyi ümumi yer dəyişmənin ümumi getdiyi zamana nisbətidir. Ona da S ümumi bölünsün T ümumi kimi biz tərif edə bilərik. İndi burada müxtəlif hallar baş verə bilər. Biz hər bir hala ayrıca baxacağıq. Tutaq ki, indi bizə nə verilib? Cismin T1, T2, Tn zamanları verilib. Bir də həmin zamanlarda uyğun olaraq getdiyi S1x, S2x, Snx yer dəyişmələri verilib. İndi diqqətli ol. Səncə S1x nədir? T1 zamanında yer dəyişmə. S2x nədir? T2 zamanında yer dəyişmə. Bəli, Snx də Tn zamanındakı yer dəyişmədir. Onunla mən bu ikisindən istifadə edərək sürəti belə tapıram. Bizim burada nəyimiz yazılmışdı? S ümumi bölünsün T ümumi, düzdürmü? Əslində S ümumi nə deməkdir? S-lərin ümumiləşdirilməsi, yəni onların cəmi. Yəni S ümuminin yerinə mən nə yazmışam burada gördüyün kimi? S-lərin cəmi. Bəli, S1-dən daha ki Sn-ə qədər olan elementlərin cəmi. Mən onu nəyə bölməliydim? T ümumiyə. T ümumidə də eyni qayda ilə nələri toplayacağam? T'ləri toplayacağım. Yəni zamanın birinci anını, ikinci anını, eninci anını toplayacağam və mən beləliklə orta sürəti tapmış olacağam. Buna aid yəqin ki testlər var. Məsələn, belə düşün. Deyir ki, birinci zaman anında tutaq ki, avtomobil 2 kilometr. İkinci zaman anında 4 kilometr. Üçüncü zaman anında bu yazmışam. O qədər informatika keçirik ki. Üçüncü zaman anında 6 kilometr yer gedir. Və birinci zaman anı 2 saniyə idi, tutaq ki. İkinci zaman anı 3 saniyə idi. Üçüncü zaman anı da tutaq ki, o da 3 saniyə idi. Sadəcə sürət artıbdır. Onda mən
orta sürət necə tapacam? Yerləşmələri topladım, zamanları topladım və bunun cəmini böləcəm, alınacaq. İndi burada kilometrdirsə aşağıda nə olacaq? Saniyə. Başa düşdün bura qədər? Tam. Deməli, mənim əlimdə T və S-in hər ikisi olanda mən bu düsturlardan istifadə edirəm. Amma hər zaman belə olmur. Elə olur ki, məsələn T olmur, V olur. V olanda artıq başqa bir şey işlədəcəyik. İndi fikir ver bu düstura. Burada hansı dəyişənlər var? T var. Bir də V var. Hansı yoxdur? S yoxdur. Deməli, mən S-in özünü nə ilə ifadə eləməliyəm? T və V-nin köməyi ilə ifadə eləməliyəm. İndi S1 nəyə bərabərdir? Mənə də görüm. S1 nəyə bərabər? Bəli, V1 vur. T1-ə. Ay sol. Yəni S bərabərdir VT düsturudur da. Başa düşdün? İndi mən bayaq burada S1 yazmamışdım. Bax burada. İndi S1-in yerinə nə yazmışıq? V1 T1. Bəli, V1 T1. Eyni qaydan S2-nin yerinə V2 T2. Aşağılarda nə eləməyib? Dəyişmir. Hə, başa düşdün indi bu düstur niyə belədir? Hə, çox asandır. S1-in yerinə V1 T1. Hə, bax belə qarışıq görsəndir. Deyirsən bu nədir belə qarışıq quruşuq aləm qatıblar. Əslində çox sadə bir şeydir. Sadəcə S1-i yerinə yazıb V1 vur T1. Niyə bəs V1 vur T1 yazır? Çünki S-in özü məlum Deyil. bəli, məlum deyil. Tamam. Eyni qayda ilə burada yenə bu dediyim kimi gedilən yola görə orta sürətdir. Bu da yer dəyişməyə görə orta sürətdir. Yer dəyişməyə görə orta sürətin həmişə ayağında bir nə olur, sadəcə x olur. Başqa heç bir fərqi yoxdur. İndi deyir, xüsusi halda zaman eyni olduqda, yəni T1 bərabərdir, T2 o da bərabərdir T-nin. Necə əvvəlki düstura qaydaq. Əgər burada bütün T-lər bərabərdirsə, mən o T-ni hara çıxarda bilərəm? Mötərizənin nəyinə? Xaricinə çıxarda bilərəm, düzdürmü? Onda olar T burada. Mötərizənin içində V1 üstəgəl, V2 üstəgəl, V-nə kimi. Ay sağ ol. Yenə indi məxrəcdə də bunların hamısı T-dir deyə n dənə T toplananda nə olacaq? N vur T. Düzdür? Çünki hamısı T-dir. Bu T-lər də ixtisar getsə geriyə nə qaldı? V1, V2, Vn bölünsün. Bölünsün nə? N. Ay sağ ol. N'sini aldıq. Başa düşdün haradan əmələ gəldi? Hə, başa düşdün bu qədər. Yəni nədən asılı olduğunu soruşursa, ona nəzərən baxırsan. T1 T-lər verilib və bir-birinə bərabərdir və bizdə yer dəyişmə yoxdur. Sadəcə V-lər və T-lər məlumdursa, deməli mənim tənliyimdə nə olmayacaq? Yer dəyişmə olmayacaq. Yəni hansı verilməyibsə o olmayacaq. Hansı varsa yalnız onları işlədəcəm. İndi belə fikirləşək də, həmin düsturda İki elementə görə mən düsturu formalaşdıramsa, neçə dənə element olacaq? Elə 2 dənə, V1, V2. Sanki V-nə qədər getməyə ehtiyac yoxdur. Çünki zaten n dənə element yoxdur. 2 dənə element var. Eyni qayda ilə 3 element varsa onda nə edirəm? Bəli. V1, V2, V3. Hansı ki, burada elə bil ki, 3-ə qədər getmişəm. 3-ə qədər getmişəmsə, n-ə yox, neçəyə böləcəm? 3-ə böləcəm. Bu qədər asan. Məsələn, belə düşün də, sənə deyir ki, cisim birinci zaman fasiləsində, tutaq ki, indi zamanlar da eynidir, bu halda deyirəm. Ədəd orta kimi. Hə, elə bir ki, ədəd ortanı deyir ki, əvvəlki 2 saniyədə tutaq ki, V1 sürəti ilə getdi, məsələn, 10 km saatla getdi. Sonra həmin müddətə sürətin qaldırdı 20 km saata, sonra sürətin qaldırdı 30 km saat. Orta sürət necə taparsan? Üçünü toplayarsan və sayına bölərsin. Bu qədər asan. Hansı ki, informatikada deyirik, ədəd ortanı tapmaq, riyaziyyatda. Eyni şey. Burada da sanki ədədi ortanı tapırıq, amma sürət üçün. Sürətlərin ədəd ortasında sanki V orta deyilir. Elə zaten həmin anlayışdır. Bu riyaziyyatdan bəhrələnir əslində fizikada. Hə, indi bax, indi hansı dəyişən verilməyib? T verilməyib. Mən nə ilə ifadə eləməliyəm? S-lə, bir də V ilə. Birinci düstura qayıtsaq, ən birinci düstur nə idi? S1 üstəgəl, S2 üstəgəl, Sn bölünsün T1 üstəgəl, T2 üstəgəl, Tn. Düzdürmü? İndi mən, ay sağ ol, T1-in yerinə sadəcə S1 böl V1 qoyursan, T2-nin yerinə S2 böl V2-ni qoyursan və düstur da bu formada alınır.
V bərabərdir S bölünsün T-də məndən elə bir T-ni tapmaq üçün T bərabərdir S bölünsün V kimi olur. Bəli. Eyni qayda ilə bu formaya gətirib çıxarda bilirik asanlıqla. Turan, məsələ nədədir? Məsələ ondadır ki, biz bunların üzərində əgər ki, xüsusi bir hala baxsaq ki, S1-lər, SN-lər bir-birinə bərabərdir, onda bax düstur bu hala düşür. Niyə bu hala düşür? Bir də buna bax. Əgər S1, SN-lər bir-birinə bərabərdirsə, nə olur onda? Bəli. Bunlar neçədən SN olur? N dənə SN, S olur, düzdürmü? N dənə S olur. N dənə S olur. Burada da. Fikir ver bu hissəyə. Bax. Sanki S hamısından nəyə çıxartmışam? Yəni mötərizi xaricinə çıxartmışam. Buradan S-i mötərizi xaricinə çıxarsam hamısında nə qalacaq? 1 böl V1, 1 böl V2 və s. İndi buradan da aşağıdakı S-lə yuxarıdakı S ixtisar getdiyi zaman, bir dəqiqə mişqama nəsə oldu, gözlə görüm. Deyəsən muzarikası öldü. Yəni muzarika taxaq. Aha. Aşağıdakı S-lə də yuxarıdakı S ixtisar getdiyi zaman geriyə qalacaq nə? M bölünsün 1 bölünsün V1. Ay sağ ol. 1 bölünsün V1, üstə gəl 1 bölünsün V2 və s. Bunun mahiyyətinə varmalısan. İndi sən bunların hardan əmələ gəldiyini başa düşməsən, düsturda sənin üçün çətin olacaq. Bunların hamısını əzbərləyə bilərsən? Əzbərləyərəm. Amma başa düşməsəm əzbərləsəm də boş olar. Ay sağ ol. Onu demək istəyirəm sənə. Əzbərləsən də belə praktiki baxımdan başa düşmədin, yadında qalan deyil. Gərək başa düşə ki, əzbərləyəsən. İndi Tunar, burada yer dəyişmənin və yolun 2 bərabər hissəsi üçün bir düsturumuz var. 3 bərabər hissəsi üçün bir düsturumuz var. Əslində bu düstur, bax burada ekranda gördüyün düstur. Bax bu düsturdan çıxarılır. İndi bunlar ortaq məxrəcə gətirərsən və s. əməliyyatlar aparandan sonra bax buradan belə ifadələr ala bilirik. İndi onun çıxarılışını uzun-uzadı izah eləmək istəmirəm, o biraz uzun məsələdir. Elə buna baxsaq çox asandır əslində. Fikir verirsənmi? 2 dənə elementdən danışıram deyə 2 elementi bir-birinə sanki nə elədim? Vurdum. Sonra da 2-yə vurdum və onları nəyinə böldüm? Cəminə böldüm. 3 element olanda bu dəfə isə yenə bir-birinə vururam və 3-ə vururam. Amma bir məsələ var. Mən bunların sanki cüt asillərinə baxıram. Birinci ilə ikinci, ikinci ilə üçüncü, bir dənə qaldı birinci ilə üçüncü, onu da yazdıq bura. Sanki belə düşün də, zaten V3-ü vur V1 elə V1 vur V3-ə bərabərdir deyə fərqi yoxdur. Ona görə mənim V1 vur V2, üstə gəl V2 vur V3, üstə gəl V3 vur V1 yazmağım kifayət eləyir ki, biz bu düsturu formalaşdıraq. İndi, ani sürət nədir? Tunar. Ani sürət odur ki, məsələn, mənim maşınım saat 12-də mən maşından yol gedirəm. Hal-hazırda sürətim neçədirsə, o mənim nə sürətimdir? Yox. Hal-hazırda getdiyim sürət mənim ani sürətimdir. Bu dəqiqəki sürətimdir. Yəni, bu saniyə hansı sürətlə gedirəmsə, o mənim ani sürətimdir. İndi elmi formada belə deyərik. Ani sürət cismin zamanın verilmiş anındakı və ya trayektoriyanın verilmiş nöqtəsindəki sürətinə deyilir. Məsələn, belə düşündüm. Mən buradan məsələn, gedirəm Astarıya. Yolun hər hansı bir nöqtəsində mən spidometrə baxanda orada sürəti neçə görürəmsə, o mənim nə sürətimdir? Ani sürətim. Yəni, o anki sürətimdir. Bəs yaxşı, mən ani sürəti tapanda nə etməliyəm? Ümumiyyətlə, ani sürəti mən maşında nə ilə ölçürəm? İbrə var müəllim. Ona nə deyirlər? Spidometr deyirlər. Yəni, sürət ölçsən. Məsələn, belə bir imtahan sualına qarşılaşsan ki, sürət ölçən cihaz nə adlanır və yaxud ani sürəti ölçən cihaz nə adlanır, deyəcəksən ki, spidometr adlanır. Sürəti ölçən cihaz. Bəli. Ümumiyyətlə, belə bir bizim riyaziyyatda da mən riyazi fizik oxuyanda biz həmişə belə bir sualla qarşılaşırdıq ki, zaman nədir, sürət nədir və yer dəyişmə nədir? Onda eyni zamanda təcil nədir? Bunlar haqqında danışırdıq. Biz həmişə orada deyirdik ki, gedilən
Gedilən yol deməyək. Yer dəyişmənin, belə deyək, yer dəyişmənin zamana görə törəməsinə biz nə deyirik? Sürət deyirik. Birinci tərtib törəməsinə sürət deyirik. İndi biz gələcək dərslərdə öyrənəcəyik ki, bir dəfə də bundan törəmə alsaq, yəni sürətin özündən də törəmə alsaq, ona deyəcəyik təcil. Əslində sürət yer dəyişmənin dəyişmə yeyinliyidir, belə deyək. Təcil də sürətin dəyişmə yeyinliyidir. Ona görə bunlar bir-birinin törəməsi şəklində tapılır. İndi törəmə biraz, bilirəm, sənin beynində sanki biraz qarışıq bir əməliyyat kimi görsənir. Riyaziyyatda keçmirsən törəmə. Bilmirəm. Riyaziyyat törəmə bilmirsən. Yaxşı. Sənə belə bir kiçik bir şey deyim, məsələn. Amma törəmənin necə alındığını bilirəm. Məsələn, bir dənə nümunə verim sənə. Mən məsələn x kvadratın törəməsini tapsam, x kvadratın törəməsini tapanda neçə olacaq? 2. Aysa 2 yox. 2x deyil. Yəni eləmə. 2x. Bəs x kubun törəməsi nədir? O 3x. 3x deyil. 3x'in kvadratı. Sürətdən bir vahid çıxırsan. İndi bu törəmənin mən sənə belə fiziki formasını və yaxud da riyazi anlamını izah eləmək istəsəm, buna istəyirəm bir neçə dəqiqə vaxt sərf edeyim. Limit bilsən nədir? Necə? Limit. Limit, bəli. Aysa. Bax, funksiya artımının 2 dənə element var. Funksiya və arqument. Məsələn, y bərabərdir 2x yazıramsa, burada y-ə funksiya deyirlər, x-ə deyirlər arqument. Və törəmənin düsturu nədir? Funksiya artımının arqument artımına olan nisbəti delta x arqument artımıdır. Limit delta x, yəni arqument artımı sıfıra yaxınlaşanda limitinə deyirik törəmə. Həmin funksiyanın törəməsi. Belə qısaca deyim. Funksiyanın törəməsi dedikdə arqument artımı sıfıra yaxınlaşanda funksiya artımının arqument artımı olan nisbəti başa düşülür. İndi bu Dimi kitabında 90, buna bənzər bir ifadə bizim dövrümüzdə Dimi kitabında yadımdadır ki, var idi. Amma belə universitetdə zaten sən ali riyaziyyat keçəndə bu düsturla 100% tanış olacaqsan. Orada var, törəmə var, kəsilməzlik var, integral var. Onu məktəbdə üzdən keçirlər, amma artıq universitetdə sən onun dərinliyinə gedirsən, isbatlarını öyrənməyə gedirsən və s. və s. və s. İndi burada delta y nədir? Delta y fx çıxılsın fx sıfırdır. Delta x də x çıxılsın x sıfırdır. İndi x çıxılsın x sıfır nə zaman sıfıra yaxınlaşır? X sıfır nəyə yaxınlaşanda? X-ə yaxınlaşanda. Ayso. Belə. Əslində törəmədə də eyni məsələdir. Törəmədə də sanki limit delta t yaxınlaşanda sıfıra delta s bölünsün delta nə? Tunar. Delta t. İndi burada da S nədir? Delta S yer dəyişmənin dəyişməsidir. T də zamanın dəyişməsidir. Və mən deyirəm ki, zaman dəyişməsi sıfıra yaxınlaşanda, yəni əslində T0 T'yə yaxınlaşanda S-in T'yə nisbəti elə onun limitidir və yaxud da törəməsidir. Zaten mən S-i T'yə böləndə V-yə almıram. Ay sağ ol. Məntiqi başa düşdün? Ay sağ ol. İndi tam başa düşmək üçün, indi riyaziyyat müəllimi əlbəttə ki, sənə bu dərsi daha effektiv keçəcək. Bizim indi o təəssüf ki, o qədər vaxtımız yox. Mən sadəcə istədim ki, səndə anlayış yaransın. Belə kvadratik funksiyanı bildin də, üstü funksiyanın necə tapırlar? Sanki qüvvət burada nə edir? Əmsal gəlir qabağa. Bu da bir vahid azalır, bəli. İndi orada indi nisbətin törəməsi var və s. var və s. var. Onları da inşallah öyrənərik. Amma belə riyaziyyat müəllimi öyrətməlidir. İndi bax, keçirik hərəkətin nisbiliyi və sürətlərin toplanması məsələsinə. Bax, bu çox maraqlı məsələdir. İnşallah dərsin qalan hissəsində bundan danışacağıq. Bir də biraz səninlə ümumi söhbət edəcəyik.
İndi hərəkətin nisbiliyi nədir? Bax. Cismin mexaniki hərəkəti, onun koordinatları və trayektoriyası nisbidir. Onlar hesablama sisteminin seçilməsindən asılıdır. Belə düşün. Bax, mən dünyanın üzərindəyəm, düzdürmü? Hayır, mən dünyanın üzərindəyəm, sən aydan mənə baxırsan. Sən aydan mənə baxanda mən neynəmişəmmiş kimi görünür? Böyümüş kimi. Yox. Dünya ilə birlikdə hərəkət eləyirmişəmmiş kimi görünür. Niyə? Çünki dünya neynir? Fırlanır. Bax, gördün, mən aydan baxanda mən hərəkət elədim. Sən aydan mənə baxsansa, mən hərəkət eləyirəm. Amma sən, məsələn, qonşu evdən mənə baxırsansa, mən yerimdən tərpənməmişəmsə, mən hərəkət eləyirəm. Bax, gördün, mənim mexaniki hərəkətim nə oldu? Nisbi oldu. Birində oldu, birində olmadı. Başa düşdün nə demək istəyirəm? Bir dənə özün nümunə ver görün. Məsələn, necə nümunə verə bilərəm? Mən bir dənə desin, bir düşündə gör nə nümunə verə bilərsən. Məsələn, mən maşın deyəm, siz də yoldasınız. Aha. Maşın hərəkət edir, amma siz hərəkət etmirsiniz. Aha. Nə demək istəyirsən? Mən də bilmirəm. Bax, maşına görə sən sabitsən, düzdür, yeri dəyişmirsən. Bəli. Yəni maşına görə sən hərəkətsən, amma mənə görə sən hərəkətlisən. Bəli. Biraz da belə düşün. Bax, qatarın içindəsən, uzun bir qatardır. Vaqon özü 120 km/saat sürətlə gedir. Sən də qatarın içində dümdüz hərəkət edirsən. Mən də sənə qıraqdan baxıram. Mən sizə görə hərəkət edirəm, amma özümə görə. İndi bax, əgər qatarın içində hərəkət edirsən, sən mənə görə hərəkət edirsən. Həm qatara görə hərəkət edirsən. Amma mən sənə baxanda sənin sürətinlə qatarın sürəti neylənir bir-birindən? Toplanır. Bax, məsələn, mənə bax. Bax, bax. Bax. Bunu görsən? Bax, bəsin bu oradan əmələ gəlir. Bax, belə düşün. Bax, bu mənəm. Bu mənəm. Sən bax, buradasan, qatardasan. Bu qatardır. Qatar bu tərəfə gedir. İndi tutaq ki, sən qatarın üstündə sabit durmusan. Bu sənsən, sabit durmusan. Onda sən qatara görə neynəmirsən? Qatarda olan bir şəxsə görə neynəmirsən? Hərəkətsiz durursan. Bəs mən qatarın kənarından baxıram sənə. Mənə görə neynirsən? Hərəkət edirsən. Ayso. İndi gəl belə baxaq. Mən yenə qıraqdan sənə baxıram, bayırdan. Sən qatarın içindəsən. Qatarın içindəsən, amma qatarın bu bir tərəfinə doğru gedirsən. İndi mən əvvəl sənə baxanda sənin sürətin nə qədər idi sən yerində duranda? Qatarın nəyə qədər? Qatarın sürəti qədər. Tutaq ki, qatar 120 km/saat sürətlə gəlsə, sənin sürətin mənim üçün 120 km/saat idi. Bəs yaxşı, sən qatarın içində də hərəkət edirsənsə 10 km/saat sürətlə, onda mən sənə baxanda sənin sürətin necə görünəcək? Ay sağ ol. Yəni, bax bu. Başa düşdün? Bəli. Ay sağ ol. İndi gəl bunu elmi formada izah edək. Əslində bu da bir elmi bir formadır. Sadəcə mən xoşlayıram belə nümunə izah edeyim. Sən bilirsən Einstein o böyük mükafatını alanda əslində qatar nümunəsi ilə eləmişdi bunu. Nisbilik nəzəriyyəsindən o da qatar nümunəsini isbat eləmişdi. Mənim də oradan bu nümunə yadımda qalıb biraz. Nəysə. Bu hərəkətin nisbiliyini başa düşdüyündə düzdürmü? Bax, deyir ki, cismin yer dəyişməsi və sürətin müxtəlif hesablama sistemlərinə görə müxtəlifdir. Bax, gördün, mən qatarın içindəyimsə başqadır, qatarın kənarından mənə baxırsansa başqadır. İndi sürətin toplanması. Deyir ki, sükunətdə olan hesablama sisteminə nəzərən cismin hərəkət sürəti V-dir. Yəni, bax, mən buradayam, sən də sükunətdəsən, onda sənin hərəkət sürətin V-dir, yəni 120-nin özüdür, düzdürmü? Onun hərəkətdə olan sistemə nəzərən sürəti V1, yəni bax, sənin qatara nəzərən sürətin qatarın içində hərəkət edəndə nə qədərdir? 10 kilometrdir. Bəs hərəkət edən sistemin özünün sürəti nə qədərdir? 120 km/saatdır. Bax, bu sənin V1-indir, bu nəyindir? V2-indir. Ondan mənə görə, qıraqda duran mənə görə sənin sürətin bunların nə idi? Cəmidir. Bu qədər asandır. Başa düşdün? Bax, çox dərinliyə getib xırdalanmağa çalışıram ki, sən də başa düşəsən. Görürsən, fizika çox maraqlıdır. Ona görə mən həmişə
marağımda olub. İnşallah ki görək nə olur, başımıza nə gəlir. Nəysə. Nisbi sürət tutaq ki, iki cisim verilmişdi. Birinci və ikinci cisimlərin sükunət sisteminə nəzərən sürətləri olsun V1 və V2. Belə düşün. Bax, bu sükunət sistemidir. Hərəkət eləmir. Bizim bu sükunət sistemində sürətlərimiz V1 tutaq ki, mənim sürətimdir, V2 də sənin sürətindir. Hərəmiz bir cismik. Atıram, tutaq ki, birimizin sürəti 10 km/saatdır, birimizin 15. İndi birinci cismin ikinci cismə nəzərən sürətini necə işarə eləyirlər? V1 və 2 ilə işarə eləyirlər. Bu birinci cismin ikinciyə nəzərən sürətidir. Eyni qayda ilə ikincinin birinciyə nəzərən sürətini necə hesablayarlar? V2, V1. Çünki birinci ikincinin adını çəkdim deyə burada da birinci ikincinin adını, ikincini yazıram. İndi aşağıdakı halı nəzərdən keçirək. Bax, deyir ki, bu cisimlərin paralel istiqamətdə hərəkət edərlərsə, yəni ikisi də paralel hərəkət edir, bu tərəf hərəkət edirlər. Yəni ikimiz də eyni tərəf hərəkət edirik. Hərəkət edərlərsə, birinci cismin ikinci cismə nəzərən sürəti modulca V1 çıx V2-yə bərabərdir. Yəni mənim, bu mənəm, bu sənsən. Mənim sənə nəzərən sürətim bizim sürətlərimizin nəyinə bərabərdir? Fərqinə bərabərdir. Yəni 10 çıxılsın 15 nə qədər elədi? 5. 10 çıxılsın 15 mənfi 5. Amma necə? Modulca ona görə elə alındı 5. 5 alındı. Yəni mən və sən hərəkət edirik. Amma mənə görə sən nə qədər hərəkət edirsən? 5 km/saat sürətlə hərəkət edirsən. Belə düşün, bax. Normalda bu yolun qırağında dayanmısan. Bunu belə izah edəcəm sənə. Sən yolun qırağında dayanmısan. Düzdürmü? Buradan bir dənə maşın 180 ilə keçir. Ona görə sənə görə onun sürəti nə qədərdir? 180-dir. Düzdürmü? İndi yolda da bir maşın var. Necə? Çünki mən sabit yandırmadım. Ay sağ ol. İndi belə düşün. Yolda bir dənə maşın gedir, o maşın 80 ilə gedir. Düzdürmü? İndi 80 ilə gəldi, 180 olan maşın 80 ilə gedən gəldi, yanından keçdi. Onda 80 ilə gedən maşına görə 180 ilə gedən maşın neçə ilə gedir? 100 ilə gedir. Bəli. Çünki artıq o səndən 180 ilə uzaqlaşmayacaq. Sənin də bir sürətin var deyə o səndən daha az sürətlə uzaqlaşacaq. Aciz mənim məsələn maşınlar əks istiqamətdə gedəndə, biri məsələn deyir sağa, biri sola. Gedəndə məsələn 180 və 80 cəmləyəcək. Ay sağ ol. Tərs tərəfə gəlirlərsə cəmləyəcəksən, düz deyirsən. Bəli, bir-birinə nəzərən sürətləri artır. Xoşum gəldi, bax, çox məntiqli dedin. Halal, süper. Deməli başa düşürsən. İndi eyni qayda ilə, zaten bu modulcu olduğundan V1, V2 ilə V2, V1-in bir fərqi olacaq? Olmayacaq. Yəni məntiqlə baxsaq, bunun buna nəzərən sürəti də yenə eynidir. Çünki modulca deyirəmsə, ha 10-dan 15-ə çıxdım, ha 15-dən 10 çıxdım. Başa düşdün? Hə, amma cisim ki perpendikulyar hərəkət elədi, onda nə oldu? Vəziyyət dəyişdi. Amma yenə çətinləşmədi, asandır. Biz bunu bilirik, düzdürmü? Belə düşün. Mən hara getdim işqa? Hə. 10 km/saat sürətlə, mən 10 deməyim, 5 km/saat sürətlə, 5 də olmasın da, 8 olsun. Mən 8 km/saat sürətlə belə gedirəm. Üzü yuxarı. Yuxarı deməyim də belə düşün. Sanki bir dənə belə yol var. Bax, bu yol gedir Xaçmaza, üzü bu tərəfə. İkimiz də buradayıq. Bir dənə yol ayrılacaq. 3 yoldur da. Bax, bu yol gedir Xaçmaza, mən gəlirəm Xaçmaza. Sən gəlirsən tutaq ki, buradan Şəkiyə. Və biz bir-birimizə nəzərən necə hərəkət edirik? Perpendikulyar hərəkət edirik də, düzdürmü? Çünki birimiz yolun bu tərəfinə getdik, birimiz də 90 dərəcə bu tərəfə getdik. İndi mənim bu tərəfə olan sürətim tutaq ki 8-dirsə, sənin də bu tərəfə olan sürətin 6-dırsa, onda bizim aramızdakı məsafə deməyə, aramızdakı sürət, bir-birimizə nəzərən sürətimiz bizim nələrimiz olacaq? Hipotenuzumuz olacaq, düzdürmü? Hipotenuzu tapanda nə edirik? V1-in kvadratı üstə gəl V2-nin kvadratı. Buradan da tapırıq ki, bəs hipotenusumuz olacaq 10. Bu qədər son.
Aha. Son slaydımız qalır. Tuna, bura qədər şey aydındır, amma 100% aydın olsun da. Elə düşün ki, sən sabah bir üstün müəllimsən və uşağa bunu izah edə bilərsən. Bəli, sən deyirəm. Ay sağ ol, aferin sənə. Tamam. İndi bax fikir versən bizə nümunə belə deyir. Deyir ki, qayıq çayın axınına perpendikulyar istiqamətdə bir sahədən digərinə yola düşdü. İndi burada belə bir şey baş verir. Niyə? Çünki mən bu tərəfə gedirəmsə, çay da məni hara aparmağa çalışır sanki? Sağa tərəfə. Bəli, sağa tərəfə aparmağa çalışır. Amma həm də mən bu tərəfə getməyə çalışıram. Ona görə bayaqki nümunəyə bənzərdir. Tam uyğun olmasa da belə bir nümunə veriblər. Bənzər bir proses baş verir. Əslində mən verdiyim nümunə daha çox uyğundur, düzdürmü? Mən tutaq ki, qazağa gedirəmsə, bu da bu tərəfə. Əslində burada qayıq elə bil əks istiqamətdə gedir. Heç perpendikulyar deyil. Bəli, bəli. Ya bu şəkili mən qoydurmuşam süni intellektlə bura. Hə, onu səhv qoyublar, düz deyirsən. Qayıq bu tərəfə getməli idi, axın bu tərəfə getməli idi. Qayığın istiqamətini səhv qoyub. Dərsi qoydum, heç fikir vermədim ki, onu səhv qoyubdu. Amma bir xeyli şey arayır. Məsələn, fikir versən, bu şəkillərin hamısını mən atmışam, onu özü çəkibdi. Belə demək olar 90% düz çəkibdi. Qəşəng deyil, bəli. Anlamaq olur. Sən bildin niyə V2, V1, V1, V2-yə bərabərdir? Çünki Onların arasındakı məsafə dəyişmir də. Çünki onun qiyməti necədir? Modulcadır, düzdürmü? Modulca olduğundan bir-birinə fərqi yoxdur. Onu başa düşməlisən. İndi deyir ki, əgər perpendikulyar olmazsa, hər hansı bir bucaq əmələ gətirərsə hərəkət. Bax, onda vəziyyət bir qədər başqadır. Məsələn, belə düşün də. Mən tutaq ki, Xaçmaza gəlirəm yenə. Buna bax. Tutaq ki, bax, ikimiz də buradan gəlirik, yanaşıyıq. Mən düz getdim. Belə. Sən də tutaq ki, 30 dərəcəli bucaq altında getdin buradan başqa bir şəhərə. Artıq bizim aramızdakı bucaq nə deyil? Düz bucaq deyil. Hər hansı bir nə əmələ gətirdi? Alfa bucağı əmələ gətirdi. Düzdürmü? İndi bu alfa bucağına nəzərə alaraq bizim bir-birimizə nəzərən sürətimiz artıq biraz dəyişir. Bax, fikir versən, düsturun bu tərəfə eynidir. Amma V1 plus V2 kvadrata kimi bir şeydir. Burada kosinüs artırılır. Sağ ol. Düz deyirsən. Birincinin kvadratı üstə gəl ikincinin kvadratı. Çıxılsın birinci, vurulsun ikinci. İndi ara bir dənə kosinüs alfa. Belə yadda saxlaya bilərsən. Əslində bu deyil ha. Belə sadəcə yadda saxlaya bilərsən ki, arada bir kosinüs alfamız olacaq. Çünki mən bucaqdan danışıramsa, o bucaq orada olmalıdır. Məsələn, belə düşün də. Məsələn, bucaq 30 dərəcədirsə, alfa bucağı 30 dərəcədirsə, kosinüs 30-da neçədir? Kosinüs 30-da? Yaxşı, hə. 3-5-2. Bəs yaxşı, 60 dərəcə olsaydı? O 2-də 1 idi. Ay, sol, 2-də 1 idi. Tutaq ki, mən 60 dərəcəli bucaq altında bir-birimizə nəzərən hərəkət edirik. 60 dərəcəli bucaq oxşasın deyə mən belə çəkəcəm. İndi bu 60 oxşamır. 60 dərəcəli bucaq altında birimiz belə getdik, birimiz belə getdik. İndi birimizin sürəti tutaq ki 8 km/saatdır, birimizin sürəti 6 km/saatdırsa, onda birinci dismin ikinci dismə nəzərən, yəni mənim sənə nəzərən sürətim necə olacaq ki, hesablayaq. Neyniyəcəm onda? Kökün altında nə? Bunların kvadratın cəmi. Bəli, yəni ki, o da neçə eləyəcək kvadratın cəmi? 100, düzdürmü? 100 olacaq. Hə. Çıxılsın, birinci vurulsun, ikinci onda 2 misli. Bunlar elədi 48, 96. Vurulsun amma, bəli, kosinüs 60, çünki bu 60 dərəcədir. Vurulsun, yəni 2-də 1. 2-də 1 də olanda yenə bu 2-yə bölünəcək, eləyəcək 48, düzdürmü? 148 çıxacaq. Bəli, o da neçə eləyəcək? 52. 52. Kök altda 52. Kök altda 52-də təqribən desək neçənin arasında yerləşir? O 7 ilə 8-in arasında. Bəli, 7 ilə 8-in arasında yerləşən bir ədəddir. Məntiqi dedik, bəli. İndi səncə biz bucağı artırdıqca nisbi sürət artar, azalar? Nisbi sürət? Bəli. Məncə artar məndən. Çünki bir yaxşı kimi dediyimiz kimi əks istiqamətdə olduğunda Sağ ol.
Əks sürət, əks istiqamətdə olduğu zaman nisbi sürətdə artacaq, çünki bir-birinin tərsinə hərəkət etməyə başlayacaqlar. Ən azından məntiqlə belə olmur. Bəs yaxşı məntiqlə eləməsək. Məsələn, kosinus 30-da 90-da neçə eləyir? Kosinus 90-da mı? Hə. 0 eləyir. Ay sağ ol. 0 eləyir. Ona görə bu dəyişən gəlib nəyə çıxır? 0-a. Çünki 0-dır. 0-ı buna vuranda 0. Elə o da gəlib neçə eləyəcək? 10 eləyəcək cavab. 2 6-da 100 10. Deməli bax, nə edirmiş? Açıldıqca bucaq Azalmışdı. açıldıqca, Açıldıqca yəni bu tərəfə getdikcə artırmış məni. bəli artırmış. Nisbi sürətdə artırmış. Və əks istiqamətə gələndə maksimal halına gəlib çıxır. Bəli. Onda hansı dərəcəli bucaq altında nisbi sürət ən maksimal olacaq? Bilmirəm, bir kitabda hardasa belə şey yazılıb yoxsa özündən belə maraqlı gəldi mənə. Neçə dərəcədə? Ay sağ ol, 180-də. Çünki 180-də tam açıq olurlar. Düzdür. Bəs nə zaman minimumdur? O nə zaman minimumdur? Bəli. Hə, nə zaman minimumdur? Neçə dərəcədə? O da bir deyil. O 0 dərəcədə deyə bilərəm. Ay sağ ol, 0 dərəcədə və yaxud da 360-da. Yəni kosinusun dövrləri qədər də. İndi kosinusun dövrlərini bilirsən. O riyaziyyat hissəsidir, ona çox toxunmuram. Başa düşdün bunda? Bax istəmirəm. Ay sağ ol. Qrafikdə asandır da. Yenə V1 çıx V2-dir. Onu təsvir eləyir. Belə tunar. Bax, bir dənə qaldı bizim 1.5. Ondan sonra da amma sən buna yenə bax testləri işlədin. Necə işlədin testləri sən? Bax, sən necə testləri işlə? Başdan axıra nömrələ. Keçdiklərimizi işlə, keçmədiklərimizi boş burax. Sonra boş buraxdıqlarımı bir də gələn dərs bax gör yeni keçdiklərimizdən elə bilirsən yoxsa yox. Oldu. Məsələn, riyaziyyat test toplusunda dim nə eləmişdi? Mən xatırladığım qədərini, ən azı bizim dövrümüzdə mən xatırlayıram. Onlar hissələrə bölmüşdülər. Məsələn, tutaq ki, bərabər sürətli hərəkət deyil, ancaq ona aid suallar. Ondan sonra tutaq ki, gəldi ani sürətə aid suallar, orta sürətə aid suallar. Başa düşdün? Belə. Tunar, bu gün nə öyrəndik? Bir dənə xülasə eləyək. Bu günləri müəllim hərəkətin nisbiliyini öyrəndik, sonra toplanmasını öyrəndik, sonra dəyişən sürətli hərəkəti öyrəndik, orta sürəti öyrəndik, yola görə orta sürəti öyrəndik, nə demişdim, ani sürət, bunları müəllim. Hamısı yadımda qalıb. Əla. Bəs yaxşı, gəl indi biraz, bax bu dərs hissəsi bitdi, videoda dərslə bağlı oturanlar gedə bilər. İndi gəl biraz məntiq yürüdək səndən. Yaxşı? Yəni biraz indi fizikanın dərinliklərinə gedək, amma necə gedək? İmtahana düşəcək deyə yox. Özümüz üçün gedək, də maraqlı olsun deyə biraz gəl dərinə getməyə çalışaq. Vaxtımızda da bir xeyli var. Gəl səndən bir neçə dənə eksperiment aparaq. Keçən dəfə biz zamanın dəyişməyindən danışmışdıq. Sürətdən asılı olaraq zamanın dəyişməyindən. Yox. Danışmamışdıq. Bax, Newton həmişə deyirdi ki, sürət sabitdir. Sürət sabitdir yox, zaman sabitdir. Zaman axışı dəyişə bilməz. Amma Einstein isbat edir ki, əslində zaman sabit deyil. Zaman özü də nisbidir. O niyə belə deyir? Çünki bax fikir ver. Tutaq ki, sən hər hansı bir yerdəsən, çox əylənirsən. Zaman necə gedir? Çox sürətli. Çox sürətli gedir. İndi düşün ki, sənin əlinin üstünə daş qoyublar. Onda zaman necə gedəcək? Çox yavaş. Çox inanılmaz yavaş gedəcək. Və yaxud da sənə deyirlər ki, əlini qaynar suyun içində saxla. Və 1 dəqiqə saxlamalısan. O 1 dəqiqə ilə sənin 1 dəqiqə mahnıya qulaq asmanın eynidir. Yox, mən. Düzdür, eyni deyil. Deməli zaman nəymiş? Əslində yəni eyni gəlmir. Eyni sayılır amma mənə eyni gəlmir. Heç vaxt eyni gələ bilməz. Çünki zaman nisbidir. Sənə mənə görə dəyişdi. Bu məntiqi olaraq belə idi. Amma indi fizika düsturu olaraq necədir? Belə düşün. Bax, şimşək çaxır, elə qatar bu elə tam yerinə düşdü bu mövzu ilə. Eləcə bu nümunəni verim. Bax məsələn. Buradan bir ağac var. Düzdürmü? Ağacın üzərinə yıldırım düşür, ağacı yandırır. Mən ağacın yanındayam. Düzdürmü? Bir nəfər də qatarın içindədir. Qatar da ağacdan uzaqlaşır.
Bu da adamdır. Qatarın içindədir, qatar da bu tərəfə gəlir, ağacdan uzaqlaşır. İndi bu da ildırımın ağacı yandırmağına baxır. Kim birinci görəcək? Mən kim birinci görəcək? Məncə ikimiz də mənim. İkimiz də eyni anda görəcəyik. İkimizin də ayrı vaxtda görməyə imkansız da. Bunu bir düşünərsən. Yaxşı, bunu bir araşdır. Nəzarət. Bunun cavabını sənə deməyəcəm. Bunu gedirsən, araşdırırsan, YouTube-da buna aid 1000 dənə video var. Çünki dərslə bağlı bir şey deyil də, bu ümumi eksperiment kimi bir məsələdir. Belə, Tuna bir ev tapşırığını verim, videonu dayandırım, sonra söhbətimizə davam edəcəyik. Ya da əlavə bir video, ikinci bir video çəkərik. Bu videonu saxlayaq burada. Ümidvaram buranı başa düşdük. Bir 1.5-imiz qalıb, onu inşallah çəkərik.